Xatırlayırsınızsa iyun ayında məhz Samvel Karapetyan həbs edildi. Bu kilsəni açıq şəkildə dəstəklədiyinə görə, konstitusiyon dəyişiklikləri bir növ təşviq etdiyinə görə və təxminən bir ay sonra, həbsindən bir ay sonra Merdizvob hərəkatını yaratdığını elan elədi və mitinqlər başladı. Təxminən 10 min civarında onu dəstəkləyən bir kütlənin olduğu deyilir və bu hərəkatın təbii ki, yekunda bir siyasi partiya yaradacağı ehtimalları da var idi. Artıq mətbuata belə bir məlumat sızdırılıb, siz çox düzgün qeyd etdiniz. Bu hərəkatın adından fərqli olaraq bizim yolumuz adlanırdı onların hərəkatları. Bu artıq güclü Ermənistan. Güclü Ermənistan partiyası adlanacağı deyilir, ancaq bu dəqiq məlumat deyil. Çünki hansı partiya təsis edildiyi, o Divin otelində təsis edilibdir, ancaq adı necə olacağı dəqiq deyil, müxtəlif versiyalar var. Ən belə güclü versiya isə Güclü Ermənistan adlanacağıdır. Bu partiya təbii ki, seçkilərdə iştirak etmək üçün yaradılıb. Əgər tələm-tələsik yaradılıbsa və xüsusilə də seçki öncəsi yaradılıbsa, təbii ki, hədəf seçkilərdə təmsil olunmaqdır. Ancaq Samvel Karapetyanın özünün konkret namizəd olub-olmayacağı sual altındadır. Çünki bilirsiniz, seçki qanunvericiliyində, seçki məcəlləsində konkret olaraq şərtlər var. O şərtlərdən də ən əsası ikili vətəndaş olmamaq və yaxud da heç olmasa son 4 ilin 1 ilini tam olaraq Ermənistanda yaşamaq şərtləri var və xüsusilə də xatırlayırsınızsa Rusiya... Burada həbsxanada yaşamaq da daxildirsə, yəqin ki, Samvel Karapetyan... Burada bilinmir ki, o tam olaraq Rusiya vətəndaşlığından imtina edib etməyib. Çünki Rusiya rəsmiləri öz açıqlamalarında qeyd edirdilər ki, biz Samvel Karapetyan məsələsini nəzarətdə saxlayırıq. Rusiya vətəndaşı olaraq biz onun azadlığa çıxmasını dəstəkləyirik. Yəni, bu cür açıqlamalar var idi. Burada biraz suallar yaranır ki, demək ki, o rəsmi olaraq bəlkə də imtina etməyib Rusiya vətəndaşlığına. Ancaq istənilən halda onun yaratdığı bu partiya və partiyada təmsil olunacaq şəxslər təbii ki, bu seçkilərdə iştirak edəcəklər. Xüsusilə də kilsəni uzun müddət maliyyələşdirən bir şəxs kimi tanınır, kilsəyə iyanələr edən bir şəxs kimi tanınır və kilsə də yəqin ki, bu partiyanın ətrafında birləşəcəkdir. Eyni zamanda xatırlayırsınızsa, keçmiş prezident və baş nazirlərin həbsi müddətində və yaxud onlara qarşı bu iddialar ortaya atılanda onları da dəstəkləyən bir şəxs idi. Bir sözlə, Vardanyan layihəsi uğur qazanmadıqdan sonra Karapetyan layihəsi ön plana çıxdı. Gürcüstandakı İvanishvili layihəsini Rusiya burada məhz Samvel Karapetyan tərəfindən reallaşdırmaq istəyir.